Qaynar xəttimizə daxil olan şikayət əsasında buradayıq. Şikayətçilər bildirirlər ki, məhəllələrində 3 mərtəbəli bir bina tikiləcəyi iddia olunmuşdu. Amma günü-gündən bu binanın mərtəbələrinin sayı artır. Hazırda 3 mərtəbəli olan o bina 6 mərtəbə olub. Hələ 7 eləyəcəklər onu, 7. İndi dayandırdılar, biraz biz yığıldıq qonşular. Burada səs-küy saldıq, indi dayandırıblar. Sonra da qaldı, yenə də burada da başlayıblar indi. Yəni heç bir MTK, heç bir şirkət deyil, 3-4 nəfər fərdi yığılıb adamlar. Burada yenə bir 7 mərtəbəli bir yüksək qatlı bir bina inşa eləmək istəyirlər. Bizim hakimiyyəti nə var? Bunlar nə tikirlər burada? Yolları yamacına qoyublar. Kanalizasiyalar, xəstələr var. Artıq qabını işləyirlər. Olmaz. 3 mərtəbə bizə vəd eləyiblər tikilmək üçün. Amma artıq bilinmir neçənci mərtəbə gedir, 8 gedir. Bu da bizim təhlükəsimiz üçün çox qorxuludur. Çünki biz həyət evidir, 200 metr arası var, həyətdə oturmaqdan qorxuruq. Hər an təhlükə ola bilər, uşaq var, böyle heç yeri çıxarda bilmirik. Burada ağaçlar vardı, kəsilib artıq, küçə məhv olub. Yalandan bunlar iddia edir ki, güya biz hansı qonşuyasa 10.000 manat veriblər ki, biz küçəni təzminat kimi. O bizə lazım deyil. Mənim küçəm düzəlsin. Müraciət eləmişik, elə hamısı deyir ki, nəzərə almışıq, gələcəyik, amma heç nə yoxdur. Deyə bizə heç kimə orada məlumat verməmiş, üstündə olur. Ümumiyyətlə, burada bina tikilir də. Bu hansı MTK-ya aiddir? Hansı MMC-yə aiddir? MTK-nın adı yoxdur. Adısı şey olur, yəni siz bura niyə məlumatlandırıcı bir lövhə qoymamışsınız ki, biz bilək nə tikirsiniz? Hanım, ora qədər məlumatım yoxdur. Yol dağıdılıb, bərbad vəziyyətdədir və kanalizasiya xətti də qırılıb. Yol dağıdılıb, yolun puldan verilmiş orada qonşulardadır. Hansı qonşuya vermişsiniz? Hansı qonşuya vermişsiniz? Özləri bilirlər. Xalid kişi var, ona verir. Bəs kanalizasiya xətti? Kanalizasiya xəttinin bizim qarşıcamız yoxdur. Neçə mərtəbə olacaq bu? 6 mərtəbə. 6 mərtəbə olacaq. Bəs bununla bağlı icazəniz, sənədiniz var? Vallahi xanım bilmiyorum. Mən orada işləmirəm ki. Harada işte? Bəs bizə necə cavab verirsiniz? Mən 3 ay çıxmışam oradan. 3 ayda çıxmışsınızsa, bəs necə bizim suallarımıza cavab verirsiniz? Buradakı problemi həll eləmək istəyirsiniz? Mən xanım bir yana deyirəm ki, məzən yolu deyil. Özünü təqdim etməyən əməkdaş daha sonra bizə yazaraq şikayətçilərlə danışıldığını və təzminatın ödəniləcəyini bildirdi. Mövzunu aydınlaşdırmaq üçün Abşeron rayon icra hakimiyyətinə üst tutduq. Qurumdan bildirildi ki, vətəndaş